çəkə bilərsən. Bu ildə həm Zəfərin 5 illiyidir, həm də antiterrora görə dövlət suverenliyi ili elan olundu. Onların ilidir. Onların sayəsində suverenliyimiz bütövləşdi, tamlaşdı, azadlığımız bütövləşdi qızım. Sizlər tək qaldınız, sizlər yarım qaldınız, amma torpağımız bütövləşdi. Sizlərin sayəsində, yoldaşlarınız sayəsində. Allah sizə də səbir versin. Biz də Allah kəlamı ilə gəlirik. Elə bu il bütün şəhid ailələrlə gedirik. Hamısına eyni tipli bir şey, eyni bir şeylə, heç birinə fərq qoymadan. Ne diyeyim? Allah onların ruhlarını şad eləsin. Allah onların qanını yerdə qoymasın. Düşməyin ayağını bir də bizim torpağa gəlməsin. Onları yaşayırlar. Onların ruhları başınızın üstündədir həmişə. Onlar olsun, xoşbəxt böyüsünlər. Siz onları gözü dolusu görəsiniz, layiqincə böyütməyə Allah sizə güc versin, qüvvət versin. O cür atanın, layıqlı atanın, layıqlı dövlətləri olacaq. İnşallah hamımız inanırıq. Hamımız indi gəlməsək də, getməsək də həmişə yanınızdayıq sizin.